Tovuzun Avaztepe adlanan ərazisində yaşayan sakinlər ölümlə üz-üzədirlər. Ərazidəki kanalizasiya və su quyularının üst qapaqlarının olmaması sakinlərin həyatını təhlükəyə atır. Yəni dəfələrlə ərazidən keçən sakinlər quyuya düşərək xəsarət alıblar. Bu azmış kimi təcili yardım avtomobili də xəsarət alan sakinlərə köməyə gələ bilmir. 40 metrdən bir, 30 metrdən bir kanalizasiya xətti quyularının üstü açıqdır. Özü də gediş-gəlişin olan yeridir. Hamısı içi də dolu. Yəni bunu tədbir görülməlidir. Tovuz şəhərinin mərkəzi hissəsindəyik. O mərkəzi hissə ki, şəhərin ən böyük ərazisi olan Avaztepe ərazisindəyik. Məhz bu ərazidə 10, 12, 13 il təxminən bundan əvvəl çəkilmiş kanalizasiya qurğularının düz üzərindəyik. Avaztepe ərazisində kanalizasiya qurğularını göstərmək istəyirəm ki, bu ərazidə böyük bir ərazinin, yəni böyük bir küçənin kanalizasiya qurğularının üst qapağının olmaması yerli sakinləri əziyyətə salır. Sakinlər piyada hərəkət etdikdə bu ərazidə quyuya düşür. Digər bir tərəfdən isə nəqliyyat vasitələri getdikdə həmin nəqliyyat vasitəsinin şini bu əraziyə düşərək nəqliyyat vasitəsi olduğu ərazidə xarab olur. Yaxın ərazidə isə təxminən 12 metrlik bir ərazidə digər bir quyunu göstərmək istəyirəm. Bu da ərazinin sırf sübutudur ki, yaxın ərazilərdə belə su quyularının, yəni kanalizasiya quyularının üstünün qapağı yoxdur. Çox açıqdır, bəli, təhlükədir hamısı. Bütün uşaqdır, böyükdür, körpədir, gedə bilmir, qorxusundan. Sakinlər bildirir ki, illərdir yaranmış problemin həlli ilə bağlı aidiyyatı qurumlara etdikləri müraciət cavabsız qalır. Bəli, şəhərə baxır. Özümüz getmişdik də, reaksiya verdilər, gəldilər də, hələ də heç bir iş görünmür. Küçələrin adsız qalması operativ nəqliyyat vasitələrinin ünvana gəlməsində ləngimələrə də səbəb olur. Təcili yardım gələndə bilmir ki, hara getsin. Sakinlər deyir ki, bir neçə dəfə şəxsi vəsaitləri hesabına quyuları bərpa ediblər, lakin öz vəsaitim hesabına 2 dəfə bax bunu görürsənmi? Orayı təmizlətmişəm, qoymuşam, gənə gəlir, götürür, axşamlar şeylir, aparıb satırlar. Skoripomuş gəlir, lap boruya düşür. Avaztepe kimi tanınan yaşayış məntəqəsinin problemləri ilə bağlı Tovuz rayon icra hakimiyyətinə müraciət ünvanladıq. Bildirildi ki, əraziyə baxış keçiriləcək və ərazidəki problemlər həllini tapacaq. Vasif Vaqifoğlu, Rəşad Əliskəndərov, Fidan Səfər, Space Xəbər, Tovuz.